Salam əziz şagirdlər və fizikanı öyrənmək istəyənlər. Bugünkü dərsimizdə biz sizinlə fiziki kəmiyyətlər və onların ölçülməsi mövzusu ilə tanış olacağıq. İlk öncə gəlin tanış olaq ki, fiziki kəmiyyət nə deməkdir? Ümumiyyətlə biz fizikada bir sıra hadisələr müşahidə edirik və bu hadisələri müşahidə edərkən bəzən ölçmələr tələb olunur. Bu ölçmələri etmək üçün biz mütləq şəkildə fiziki kəmiyyətləri bilməyimiz vacibdir. Hansı fiziki kəmiyyətlər var? Ümumiyyətlə fizikada bir sıra fiziki kəmiyyətlər var, amma bugün biz sizinlə bəziləri ilə tanış olacağıq. Amma növbəti dərslərdə isə geri qalan fiziki kəmiyyətlərlə də geniş tanış olacağıq. İlk öncə fiziki kəmiyyət dedikdə müxtəlif fiziki hadisə, maddə və cisimlərin xassələrinin miqdarının xarakteristikası başa düşülür. Hansı fiziki kəmiyyətlər mövcuddur? Sahə, zaman, uzunluq, sürət, həcm, kütlə, temperatur və qüvvə. İndi bu fiziki kəmiyyətlər haqqında geniş tanış olacaq. İlk öncə gəlin bu tapşırığı yerinə yetirək. Bizə verilir ki, verilən anlayışlardan hansı fiziki kəmiyyətdir? Gəlin müəyyənləşdirək ki, bunlardan hansı fiziki kəmiyyətlər sırasına aiddir. Birinci, zaman. Zaman fiziki kəmiyyətlər sırasına aiddir. Bayaq dediyimiz slaydda bunu. Sonra qasırğa. Qasırğa fiziki hadisədir. Yəni biz onu fiziki kəmiyyətlər sırasına aid etmirik. Yəni bu aid deyil. Termometr fiziki kəmiyyəti ölçən cihazdır. Biz bunu aid etmirik. Saniyə. Saniyə fiziki kəmiyyətin vahididir. O da sayılmır. Uzunluq. Uzunluq fiziki kəmiyyət vahididir. Fiziki kəmiyyət hesab olunur. Ona görə qəbul edirik uzunluğu. Göy qurşağının yaranması da eyni ilə. O da fiziki kəmiyyət hesab olunmur və ona görə də onun qarşısına mənfi şarjı qoyuruq. Keçək növbəti. Ümumiyyətlə vahidlər, hər bir fiziki kəmiyyətin vahidləri var və vahidlər əsasən iki qrupa ayrılır. Əsas və törəmə. Əsas vahidlər dedikdə burada 7 əsas vahidi mütləq şəkildə bilməyimiz vacibdir. Uzunluq, kütlə, zaman, cərəyan şiddəti, mütləq temperatur, maddə miqdarı və işıq şiddəti. Amma biz 7-ci sinifdə əsasən 4 vahiddən daha çox istifadə edirik. Amma digər vahidləri isə növbəti siniflərdə daha geniş formada öyrənəcəyik. İlk öncə tanış olaq uzunluq. Uzunluq el hərfindən işarə olunur. Vahidi, yəni əsas vahid dedikdə vahidi metr qəbul olunur. Amma şərti işarəsi metr aşağıdakı formada yazılır. Kütlə. Kütlə M hərfinə işarə olunur, əsas vahidi kiloqramdır. Zaman T hərfinə işarə olunur, əsas vahidi saniyədir. Və temperatur anlayışı dedikdə isə temperatur T hərfinə işarə olunur, vahidi kelvindir. Gəlin tanış olaq, əsas vahidləri dedik. Törəmə vahid dedikdə əsas vahidlərin birləşməsi nəticəsində yaranan vahidlər nəzərdə tutulur. Məsəl üçün, əgər biz sahə vahidini deyiriksə kvadrat metrdir, biz o deməkdir ki, bu BC-də əsas vahid olan metrin, yəni uzunluğun əsas vahidi olan metrin bir kvadratı formasında yazılır. Sıxlıqda əsas vahid dedikdə, əsas vahidlərin ifadəsini dedikdə, biz orada həm kiloqramdan, həm metrdən istifadə etmişik. Ona görə də sıxlığın əsas vahidi olub kiloqram bölünsün kubmetr. Həmçinin sürətin vahidinə baxsa, sürət V hərfinə işarə olunur, keçəcəyik gələcək dərslərdə. Metr böl saniyədir. Vahidi həm metrinə, həm saniyyə, əsas vahid olan həm metr, həm saniyyə ilə ifadə olunmuşdur. Digər vahidlər eyni formada. Mən bu vahidlərin üzərində çox dayanmaq istəmirəm, çünki biz bunları daha geniş formada növbəti dərslərdə keçəcəyik. İndi gəlin belə bir tapşırığa baxaq. Bizə verilib ki, BC-də əsas və törəmə vahidləri qruplaşdırın. Tutalım, əsas vahidlər desək, əsas vahid dedik ki, bayaq zaman, kütlə, uzunluq dedik. Gəlin baxaq, saniyə. Saniyə bizdə əsas vahid gedir. Çünki heç bir kəmiyyətin kombinasiyasından ibarət deyil. Ona görə də biz saniyəni əsas vahidlər sırasına daxil edə bilərik. Metr bölünsün saniyə. Metr bölünsün saniyədə biz artıq orada həm metrdən, həm saniyədən istifadə etmişik. Ona görə də bu vahid əslində törəmə vahidlər sırasına daxil edilir.
Kiloqram əsas vahidlər sırasına daxil edilir. Çünki bayaq dediyimiz gibi kütlənin əsas vahididir. Kvadrat metr törəmə vahidlər sırasına aiddir. Çünki orada həm 2 dəfə metrdən kvadratından istifadə olunub. Kiloqram bölünsün kub metr eyni ilə o da törəmə vahidlər sırasına aiddir. Çünki orada həm kiloqramdan, həm metrdən istifadə olunub. Kub metr özü də törəmə vahidlərdir. O metrin 3 dəfə kuba yüksəltməsindən əldə olunub. Metr əsas vahidlər sırasına daxil olacaq. Çünki metrdə biz metr uzunluq vahidi kimi əsas vahid hesab olunur. Metr bölünsün saniyə kvadratı isə yenə törəmə vahidlər sırasına aid olunacaq. Çünki orada həm metrdən, həm saniyədən istifadə olunub. Gəlin növbəti kəmiyyət olan kəmiyyətlərlə bir tanış olaq. Birinci gəlir bizdə cisimlərin kütləsi. Cisimlərin kütləsi bayaq dediyimiz kimi M hərfinə işarə olunur. Əsas vahidi kiloqramdır və cihazı da tərəzidir. Məişətdə də çox geniş formada tərəzilərdən istifadə olunur. Adətən laboratoriyada qollu tərəzidən istifadə olunursa, gündəlik həyatda biz adətən elektron tərəzidən istifadə edirik. Kütlə vahidləri var. Kütlə vahidləri düzdür. Biz deyirik əsas vahid kiloqramdır, amma digər vahidlərdə də məsələ həllində verilir və biz mütləq şəkildə kiloqramın digər vahidlərə çevrilməsini bilməliyik, düzgün hesablama apara bilməyimiz üçün. Burada kütlə vahidlərini verilib və onların çevrilmələri slaydda nümayiş etdirilib. Digər kütlə dedikdə ümumiyyətlə cismin ağırlığı nəzərdə tutulur. Yəni siz bilməlisiniz ki, əgər hər hansı bir cisim ağırdırsa, bu o zaman deməkdir ki, bu cismin kütləsi daha böyükdür. Eyni ilə şəkildə də gördüyünüz kimi ağır cisimlər ümumiyyətlə kütlə baxımından böyük hesab olunur. Məsəl üçün alma verilir bizdə şəkildə və bu iki almadan biri böyük, biri kiçikdir. Təbii ki, şəkildə göründüyü kimi böyük alma daha ağır olacaq. Bu o deməkdir ki, böyük almanın kütləsi də daha böyük olacaq. Tərəziyə baxsaq, tərəzidə görərik ki, hansı tərəf aşağıya daha çox meyillidirsə, aşağıya düşübsə, bu o deməkdir ki, bu cisim daha ağırdır və bu cismin də kütləsi daha böyükdür. Eyni ilə digər şəkildə meymunla bananın təsvir olunmuşdur və burada görürük ki, banan meymuna nəzərən daha yüngüldür. Ona görə o daha nisbətən yuxarıda, amma meymun isə aşağıda yerləşir. Bu da həmin cismin daha ağır olduğunu göstərir. Digər şəkillərdə də eyni ilə biz cisimlərin ağırlığına əsasən onun kütləsini haqqında fikir söyləyə bilərik. Yəni cisimlərin kütləsi böyüklüyü onun ağırlığını xarakterizə edir. Həmçinin əgər biz cisimlərin kütləsindən danışanda nəzərə tutmalıyıq ki, bütün cisimlər müəyyən zərrəciklərdən təşkil olunmuşdur. Əgər hansısa cisimdə zərrəciklərin sayı çoxdursa, bu o deməkdir ki, onun kütləsi də daha böyükdür. Şəkildən də gördüyünüz kimi sağ tərəfdəki olan kubda zərrəciklər daha çoxdur. Ona görə də həmin cisim ağır hesab olunur və həmçinin həmin cisim kütləsi böyük olan bir cisim kimi qəbul olunur. Bayaq dediyimiz kimi cismin kütləsi adətən tərəzi vasitəsilə təyin olunur. Biz məişətdə müxtəlif tərəzilərdən istifadə edirik, amma laboratoriyada bu tip çəki daşları olan lap kiçik çəki daş, böyük çəki daşından tutulur, lap kiçik çəki daşına qədər çəki daşlarından ibarət tərəzidən istifadə edirik. Tərəzilər müxtəlifdir, amma biz laboratoriyada daha çox bu tərəzidən istifadə edirik. Amma gündəlik həyatda biz adətən elektron tərəzidən istifadə edirik. Çünki aldığımız nəticə daha tez başa gəlir və tez bir zamanda cismin kütləsini təyin edə bilirik və asanlıqla əldə olunur. Məişətdə də bəzən cismin kütləsini müxtəlif qablar vasitəsilə təyin edirlər. Müxtəlif qaşıqlar, qablar nəticəsində bu da daha rahat kütləni ölçməyə imkan verir.
Bu slaydda biz hər hansı bir cismin kütləsini təyin etməyin yolunu öyrənəcəyik. İlk növbədə həmin cisim tərəzi üzərində yerləşdirilir. Daha sonra tərəzinin göstəricisine baxılır. Göstəricisində bəzən cismin kütləsi kiloqramlarla, bəzən qramlarla ifadə oluna bilər. Birinci şəklə baxsaq görərik ki, cismin kütləsi kiloqramla ifadə olunub və göstərici 7'nin üzərində dayanmışdır və asanlıqla biz deyə bilərik ki, bu cismin kütləsi 7 kiloqramdır. İkinci şəklə baxsaq, hər hansı bir tortun şəklidir və tortda tərəzinin göstəricisine baxırıq. Göstərici 5'in üzərində dayanmışdır. Ona görə də asanlıqla deyə bilərik ki, həmin tortun kütləsi 5 kiloqramdır. Üçüncü şəkildə isə hər hansı bir qab maye ilə doldurulmuşdur və bu qabla mayenin birlikdə kütləsi bizdə verilib 300 qram. Bu cisim artıq kütləsi kiloqramla yox, qramla ifadə olunmuşdur. Ona görə də yazırıq ki, 300 qram. Eyni ilə digər cisimlərdə də cisimlərin kütləsini bu qayda ilə təyin edə bilərik. Yəni biz ilk növbədə cismi tərəzinin üzərində yerləşdiririk, daha sonra onun göstəricisine baxıb uyğun formada təyin edirik. İndi növbəti slayda baxaq. Növbəti slayda hansı cismin kütləsi böyükdür bizə tapşırıq verilmişdir. Bu şəkildə biz baxan kimi aydın şəkildə deyə bilirik ki, hansı cismin kütləsi daha böyükdür. Məsələn, A variantında hansı cisim, məsəl üçün biz görürük ki, hansı cisim daha böyükdürsə, demək onun cismin kütləsi daha böyükdür. Məsələn, fil sıçandan daha böyükdür. Məsələn, digər B variantında quşla böcəyi, təbii ki, quşun kütləsi digərinə nəzərən daha böyükdür. Və yaxud digər şəkillərdə baxsaq, məsəl üçün hər hansı bir qab verilib, şüşə verilib, şüşənin içərisində birində maye doldurulub, digərisi boşdur. Təbii ki, maye dolu olan şüşə daha ağır olacaq, daha kütləsi böyük olacaq. F şəklində də biz deyə bilirik ki, birinci şəkildə, həmin bu şəkildə biri qab müəyyən bir maddə ilə doldurulmuşdur, digər qabda isə az doldurulmuşdur. Təbii ki, birincidə F variantında biz deyə bilərik ki, ikinci şəkil daha ağır hesab olunur və kütləsi daha böyükdür. Burada da ki, cisimlərin kütlə vahidlərini müəyyən edin bizə tapşırılır. Yəni biz cismin əgər kütləsi böyükdürsə, biz onu asanlıqla deyə bilirik ki, bu kiloqramdır. Amma bəzi cisimlər vardır ki, kütləsi çox kiçikdir və bu zaman biz onu kiloqramlarla yox, qramlarla ifadə edirik. Amma bəzən də olur ki, cismin kütləsi həm kiloqram, həm qram iştirak edir. Yenə də baxdığımız şəkildə biz özümüz asanlıqla bunu təyin edə bilərik. Məsələn, filin çəkisi adətən kiloqramlarla ifadə olunur, çünki kütləsi böyükdür. Həmçinin sıçanın kütləsi daha böyükdür. Daha böyük deyil, yəni kiçikdir. Bu zaman qramla ifadə edirik. Digər cisimlər alma, insan, pendir, bunların da kütlələri həm kiloqramlarla, həm də qramlarla ifadə oluna bilər. Gəlin belə bir tapşırığa baxaq. Kütlələri əsas vahidlə ifadə edir. Bilirik ki, kütlənin əsas vahidi kiloqramdır və bizdən bu tapşırıqda kütlənin, yəni qramı, tonu və digər vahidləri kiloqrama çevirməyimiz tələb olunur. Məsəl üçün birinci şəkildə 5000 qram verilib. 5000 qramı kiloqrama çevirməliyik. Biz bilirik ki, 1 kiloqram 1000 qramdır. Ona görə də burada 5000-i 1000-ə bölməliyik. 1000-ə böldüyümüz zaman aldığımız cavab kiloqram hesab olunacaq. İkinci şəkildə ton verilib 3 ton. İkinci tapşırıqda 3 tonda biz kiloqrama çevirməliyik. Bilirik ki, 1 ton 1000 kiloqramdır. Ona görə də burada 3 ton 3000 kiloqram olacaq. 200 qram kiloqrama çevirməliyik. Bilirik ki, 1 kiloqram 1000 qramdır. Amma bizdə 200 qramı soruşulur. Ona görə də bizə verilən cavabı, yəni 200-ü biz 1000-ə bölməliyik. 1000-ə bölüb ixtisar aparırıq. İxtisar aparan zaman görürük ki, cavab 0,2 kiloqram alınır. Növbəti tapşırıqda 6 sentnerdir. 6 sentnerləri kiloqrama çevirməliyik. Bilirik ki, 1 sentner 100 kiloqramdır. Ona görə də 6 sentner 600 kiloqram olacaq. 3600 qramı kiloqrama çevirdikdə isə biz bilirik 1 kiloqram 1000 qramdır. Ona görə də biz 3600-ü 1000-ə bölməliyik.
1000-ə böldüyümüz zaman ixtisar aparırıq və bu zaman yerdə 3,6 qalır. Demək, 3600 qram 3,6 kiloqram hesab olunur. Keçək digər kəmiyyətlərə, digər anlayışlara. Biz bilirik ki, adətən ölçü cihazlarının üzərində müəyyən bölgülər olur. Buna biz şkala deyəcəyik. Bu cihazlar bu şkala adətən rast gəlinir menzurkada, xəttkeşdə, ştampergarda, termometrdə. Yəni biz bölgü gördükdə artıq deyəcəyik ki, bu isə şkaladır. Sonra bəzən bizə bir bölgünün qiymətini tapmaq tələb olunur. Bunun üçün aşağıdakı üsuldan istifadə edəcəyik. Bir bölgünün qiymətini taparkən biz xəttkeş hər hansı bir cihaz üzərində 2 rəqəm götürürük. 2 rəqəmi istədiyimiz 2 rəqəmi götürə bilərik, amma çalışırıq ki, ən yaxın rəqəm olsun. Çünki hesablama vaxt aparmasın. Tutalım ki, bizim şəkildə götürülüb 3 ilə 4. Biz burada 3 ilə 4-ü götürürük və böyükdən kiçiyi çıxılır, yəni 4-dən 3-ü çıxırıq. Aldığımız cavab 3 və 4 arasında olan xırda bölgülərin sayına bölünür. Biz də baxsaq, 3 ilə 4-ün arasında 10 dənə xırda bölgü var. Bu cizgilər həmçin bölgülərə böldüyümüz zaman, yəni biri 10-a bölmüş oluruq, biri 10-a bölürük və aldığımız cavab 0,1 santimetr. Bu artıq bizim üçün bir bölgünün qiymətidir. Əgər millimetrə çevirmək tələb olunursa, bu zaman 10-a vurmalıyıq. 10-a vurduğumuz zaman da 1 millimetr alırıq. Demək, bir bölgünün qiyməti aşağıdakı formada hesablandı. Əgər bizdən xətanı soruşulursa, bu zaman bir bölgünün qiymətinin yarısını tapırıq. Bir bölgünün qiymətini yarısını hesabladıqda cihaz xətasını əldə etmiş oluruq. İndi növbəti slaydda gəlin biz tanış olaq yeni bir kəmiyyətlə, temperatur kəmiyyəti ilə. Temperatur T hərfinə işarə olunur, kəmiyyətin öz baş hərfidir. Vahidi, beynəlxalq sistemdə vahidi isə Kelvindir. Temperatur adətən termometrlə ölçülür. Məişətdə geniş formada termometrlərdən istifadə olunur. Elektron termometrlər, yəni adi formada ölçülən termometrlər. Yəni biz məqsədimizdən asılı olaraq termometrləri istifadə edirik. Daha sonra gəlin belə bir tapşırıqla tanış olaq. Şəkildə bizə 2 termometr verilmişdir və buradan bəzi kəmiyyətləri tapmağımız tələb olunur. Birinci soruşur bizdən ölçü həddi. Ölçü həddi dedikdə ən kiçik ölçü ilə ən böyük ölçü nəzərdə tutulur cihaz üzərində. İlk növbədə ölçü həddini tapmamışdan qabaq gəlin bir bölgü ilə tanış olaq. Hər iki termometrin bir bölgüsünün qiymətini hesablayaq. Bir bölgünün qiymətini hesablayaq. Birinci termometrə baxsaq, görərik ki, üzərində çoxlu bölgüləri olan şkala verilmişdir. İstədiyimiz 2 rəqəmi götürürük. Tutalım ki, biz 20 ilə 10-u götürürük. Bu zaman 20-dən 10-u çıxırıq. Həmişə böyükdən kiçik çıxılır. Aldığımız cavab 20 və 10 arasındakı xırda cizgilərin sayına bölünür. Biz cizgilərə fikir versək, 10 və 20 arasında 10 dənə bölgü var. Ona görə bizdə cavab eləyəcək 1. Yəni bizdə birinci termometrdə bir bölgü 1-ə bərabərdir. Keçək ikinci termometrin bir bölgüsünü hesablayaq. İkinci termometrdə yəni istədiyimiz 2 rəqəmi götürək. Məsəl üçün 40 ilə 20 götürək. 40-dan 20-ni çıxaq. Aldığımız cavab 20 edəcək. Aldığımız cavabı yenə də 40 və 20 arasındakı xırda bölgülərin sayına bölək. Bu zaman görəcəyik ki, 10-dur. Cavab 2 alınacaq. Demək, belə nəticəyə gəlirik ki, birinci termometrin bir bölgüsünün qiyməti 1-ə bərabərdir. Amma ikincidə isə 2-yə bərabər oldu. Hər biri neçə dərəcə Selsius'u göstərir. Birinci termometrə fikir versəz görərsiniz ki, birinci termometrdə göstərici 20 ilə 30 arasında yerləşir. Demək bizdə birinci termometrdə göstərici 20-dən yuxarı olacaq. Bu zaman bu şəkildə yazırıq 20 üstəgəl. Baxırıq 20-dən nə qədər bölgü yuxarıdadır. Baxıb görəndə görürük ki, 6 bölgüdür və bizdə də hər bir bölgü 1-ə bərabər olduğuna görə
6-nı 1-ə vururuq və cavab eləyir 26. İkinci termometrdə də eyni qaydada hesablayırıq. Baxanda görürük ki, 20 ilə 40 arasında yerləşir və ona görə də 20-nin üzərinə burada 20-nin üzərindən neçə bölgü yuxarıdadır? Baxanda görürük ki, 3 bölgü. 3 bölgü yuxarıdadır. Ona görə də 3-ü bu dəfə 2-yə vururuq. Çünki biz bayaq tapmışdıq ki, bir bölgü burada 2-yə bərabərdir. Burada da 26 olacaq. Ölçü həddi neçə dərəcə Selsidir? Hər birinin ölçü dərəcə Selsinə baxsa, həddinə baxsa, birincidə 0-dan aşağıdır. Yəni 0-dan aşağı yerləşib. Bu o deməkdir ki, burada mənfidən ölçür. 0-dan aşağı olduğuna görə bizdə hər bir bölgü 1-1 artdığına görə biz burada qəbul edirik -4. Yəni birinci termometrdə biz götürəcəyik -4. Və üst bölgüsünə baxsaq, görərik ki, 30, 40, 40-dan yuxarıdır. 40-dan da 4 bölgü yuxarıdadır. Ona görə yazırıq ki, 44. İkinci termometrə baxsaq, görərik ki, yenə 0-dan aşağıdır. Sadəcə 0-dan aşağı 4 bölgü aşağıdır. Amma hər bir bölgü 2 olduğuna görə biz bunu qəbul edirik -8. Amma yuxarı bölgüsünə baxsaq, yuxarı bölgüsü burada 80 olacaq, 80-dən yuxarıdır və yenə 4 bölgü yuxarıdır. O zaman olacaq 88. Demək belə. Demək, biz bu tapşırıqda termometrlərin göstəricilərini təyin etdik, bir bölgüsünün qiymətini hesabladıq, həmçinin ölçü həddini də bir bölgüsünün qiymətinə uyğun olaraq təyin etdik. Keçək digər slayta, digər kəmiyyətə. Biz digər kəmiyyət zaman kəmiyyətidir. Zaman T hərfinə işarə olunur. BC-də vahidi saniyədir. Zaman vahidləri də çox önəmlidir, bilirik. Çünki zaman vahidlərini bilməyimiz vacibdir ki, bizdə məsələdə müxtəlif vahidlər veriləcək və biz bu vahidləri mütləq şəkildə əsas vahidlə, yəni saniyə ilə ifadə etməliyik. Zamanı ölçən cihaz da bilirik ki, saat və saniyə ölçəndir. Bu da yenə bizim məqsədimizdən asılı olaraq götürülə bilər. Zaman saata ümumiyyətlə baxsaq, görərik ki, saatın əqrəbləri var, saniyə, dəqiqə, bir də saat əqrəbi var. Bəzən biz bəzi əqrəbləri daha rahat müşahidə edə bilirik. Məsələn üçün saniyə əqrəbi. Saniyə əqrəbi daha böyük sürətlə hərəkət edir. Ona görə də biz onun hərəkətini daha rahat formada müşahidə edə biliriksə, amma saat əqrəbi gec hərəkət etdiyindən biz onun hərəkətini daha çətinliklə müşahidə edirik. Yenə keçək zaman vahidlərinə aid bir nümunə məsələyə baxaq. Bizdə verilib zaman vahidləri və zaman vahidini, verilən vahidləri biz saniyə ilə ifadə etməliyik. Bilirik ki, zamanın əsas vahidi saniyədir. Ona görə də gəlin burada əsas vahidini ifadə edək. Məsəl üçün bizə 2 dəqiqə verilib. Bilirik ki, 1 dəqiqə 60 saniyədir. Əgər biz bunu saniyə ilə ifadə etsə, 2-ni 60-a vurmalıyıq. Edəcək 120 saniyə. İkinci tapşırıqda 5 dəqiqə verilib, 5-i biz bu dəfə 60-a vurmalıyıq. Çünki bilirik ki, 1 dəqiqə 60-dır, o da eləyəcək 300 saniyə. 1 saat verilib, 1 saatı fikirləşməli neçə saniyədir? Bilirik 1 saat 3600 saniyədir. Biz bunu çevirmələrdən öyrənmişik. 5 saat, əgər 1 saat 3600-dürsə, biz burada 5-i 3600-ə vurub hesablamalıyıq, saniyə çevirməliyik. 1 sutka neçə saniyədir? Biz bilirik 1 sutka 24 saatdır. Hər saat da 3600 saniyə olduğundan biz burada 24-ü 3600-ə vurub hesablayırıq. Bax, bu şəkildə biz zaman vahidlərini ifadə etmiş olduq. Keçək digər slaytda. Digər slaytda biz uzunluq kəmiyyəti ilə tanış olacaq. Uzunluq L hərfinə işarə olunur, amma BC-də vahidi metrdir. Uzunluq vahidləri də çox önəmlidir. Desimetr, santimetr, metr, kilometr və bu uzunluq vahidlərinin də bir-birinə çevrilmələrini mütləq şəkildə bilməliyik ki, məsələ həllində düzgün hesablama apara bilək.
Uzunluq adətən cisimlərin uzunluqları cihazlarla ölçülür. Məsəl üçün xəttkeş, ölçü lenti, yenə də bizim məqsədimizdən asılı olaraq istədiyimiz cihazı vasitəsilə uzunluğu ölçə bilərik. Həmçinin bəzən xəritələrdə çayların, yolların uzunluğunu ölçmək üçün kurvometrdən istifadə olunur. Bu da uzunluq cihazı hesab olunur. Bəzən də odometrdən istifadə olunur. Bu da adətən velosipedin üzərində yerləşdirilir. Təkərlərin fırlanması nəticəsində gedilən yolun uzunluğunu ölçmək üçün istifadə olunur. Digər uzunluq cihazı ştampergardır. Cisimlərin daxili və xarici ölçülərini ölçmək mümkündür ştampergar vasitəsilə. Yenə də necə kütləni təyin etdik, eyni ilə uzunluğu da təyin edərkən cismi uzunluq cihazının üzərində yerləşdiririk. Məsəl üçün bizdə burada xəttkeşin üzərində yerləşdirilib və göstərisinə uyğun müəyyənləşdirə bilirik ki, həmin cismin uzunluğu nə qədərdir. Bizim bu şəkildə cismin uzunluğu açıq-aşkar görünür ki, 8 santimetrdir. Amma ikinci şəkildə isə cismin uzunluğu bizdə 6 santimetrə bərabərdir. Yenə də belə bir tapşırıq verilib, bizdən soruşulur ki, xəttkeşin bir bölgüsünün qiymətini tap və karandaşın uzunluğunu təyin et. Gəlin əvvəlcə A variantını, xəttkeşin bir bölgüsünün qiymətini tapaq. Bayaqki qaydada biz 2 rəqəm götürürük və 2 rəqəmi böyükdən kiçiyi çıxırıq. Tam 13 ilə 14 götürmüşük. 14 ilə 13'ü çıxırıq. Sonra aldığımız cavabı biz 13 və 14 arasındakı xırda bölgülərin sayına bölürük. O da 10'a bərabərdir və bu zaman 10'da 1'dir. Yəni biz artıq bir bölgünü 0,1 aldıq. B variantında bizdən karandaşın uzunluğu soruşulur. Biz fikir versək, karandaşın uzunluğu 13 və 14 arasında yerləşir. Yəni biz hesablamış olsa 13'ün üzərinə 13'dən neçə xırda bölgü var hesablasaq görərik ki 8 dənə xırda bölgü var. 8'i vuracağım 0,1'ə və hesablayıram. Bu zaman 13,8 santimetr almış olaram. Demək, biz bu tapşırıqda xəttkeşin bir bölgüsünün qiymətini tapdıq, həmçinin karandaşın uzunluğunu da təyin etdik. Növbəti slaydda gəlin biz uzunluq vahidləri arasında çevirmələri aparaq. Uzunluq vahidləri əsas vahid metrdir, bilirik. İndi burada isə biz digər vahidləri metrə çevirəcəyik. Tam bizim birinci tapşırıqda verilib ki 4,5 kilometri metrə çevirin. Biz bilirik ki 1 kilometr 1000 metrdir. Bu zaman 4,5'i biz 1000'ə vururuq. 1000'ə vurduğumuz zaman cavab eləyir 4500. İkinci tapşırıqda bizə 40 desimetr verilir. Bilirik ki 1 metr 10 desimetrdir. Burada 40'ı 10'a bölsək 4 alarıq. Digərində 120 santimetr metrə çevirməyimiz tapşırılır. Biz bilirik ki 1 metr 100 santimetrdir. Ona görə də biz burada 120'ni 100'ə bölməliyik. Bu da 1,2 edəcək. İkinci son tapşırıqda isə 1 metri millimetrə çevirməyimiz soruşulur. Biz bilirik ki 1 metr 1000 millimetrdir. Ona görə də 200'ü biz 1000'ə bölürük. 1000'ə bölüb ixtisar etsək, görərik ki cavab 0,2 metr edir. Bu şəkildə biz tapşırığı yerinə yetirdik. Keçək növbəti slayda. Növbəti slayda sahə anlayışına biz tanış olacağıq. Sahə S hərfinə işarə olunur və əsas vahidi də beynəlxalq sistemdə kvadrat metrdir. Yəni beynəlxalq sistemdə dedikdə, yəni bu BSD vahidlərinə ifadə olunmuş formasıdır. Müxtəlif fiqurlar vardır və bu hər bir fiqurun müəyyən sahəsi vardır və bu sahəsini ölçmək üçün müxtəlif düsturlardan istifadə olunur. Məsəl üçün kvadratın sahəsi, biz bilirik kvadratın tərəfləri A işarə etsək A kvadratıdır. Düzbucağının eni uzunluğu olur. Düzbucağının eninə uzunluğunu vururuq. Dairənin sahəsi pi kvadratı, üçbucağın sahəsi 2/1 AH və ya BH kimi götürülür. Burada oturacaqla hündürlük hasinin yarısıdır. Trapesiyanın da sahəsi
oturacaqlar cəminin yarısı ilə hündürlüyü hasilinədir, bərabərdir. Bu sahələri də bilməyimiz vacibdir. Əsasən biz ilk başda kvadrat və düzbucaqlının sahəsindən daha çox istifadə edəcəyik, amma sonralar isə digər sahələr də bizim gərəyimiz olacaq. Sahə vahidləri də mövcuddur. Sahə vahidləri arasında çevrilmələri də bilməyimiz vacibdir ki, məsələ həllində düzgün hesablama apara bilək. Əgər biz fiqurların sahəsini hesablamaq bizdən tələb olunsaydı, biz mütləq şəkildə sahə düsturunu bilməyimiz vacib idi. Tutalım ki, bizdə birinci şəkildə düzbucaqlının sahəsi soruşulur. Düzbucaqlının sahəsini təyin edərkən biz bilirik ki, düzbucaqlının sahəsi eni ilə uzunluğu hasilinə bərabərdir. Ona görə də biz burada 7-ni 12-yə vuracağıq. Sonra hesablayırıq. Digər fiqur bizdə trapesiyadır. Trapesiyada oturacaqları cəminin yarısı, yəni oturacaqları bizdə 16 və 24-dür. Bunu toplayıb 2-yə bölürük. Sonra hündürlük də bizdə 10-a bərabərdir. Hesablayırıq. Digər fiqur bizdə kvadratdır və kvadratın sahəsi də bilirik ki, tərəfinin 2 dəfə öz-özünə vurulmasıdır. Yəni 25-ə bərabər olacaq. Üçbucağın da sahəsi oturacağı ilə hündürlüyü hasilinin yarısıdır. Yəni biz burada 16-nı 10-a vurub 2-yə böləcəyik. Bax, bu şəkildə fiqurların sahəsini hesablamış olduq. Belə bir məsələ də verilib bizə. Bizə deyilir ki, otağın döşəməsinin tərəfləri 4 metr və 6 metr olan düzbucaqlı formasındadır. Döşəmənin sahəsini kvadrat desimetrlə hesablayın. Əvvəlcə məsələni həll edərkən mütləq şəkildə verilir, tapmalı həlli hissələrindən istifadə edirik. Birinci verilir yazırıq. Bizə ilk verdiyi rəqəm oturacağın otağın eni hesab olunur. Eni tutalım A hərfinə işarə etsək. 4. Sonra otağın uzunluğu 6 metrdir. B bərabərdir 6 metr yazırıq. Burada heç bir çevirmə aparmırıq. Çünki biz əsas vahidlərlə bizə məsələ verilmişdir. Tapmalı hissəsində bizdə döşəmənin sahəsi, bizdə döşəmə düzbucaqlı formasındadır və biz düzbucaqlının sahəsini hesablayacağıq. Biz bilirik düzbucaqlı S bərabərdir A vurulsun B şəklində təyin edirik. Bu zaman yəni 4-ü 6-ya vururuq, eləyir 24 metr. Amma məsələnin şərtinə fikir versə bizdən cavab desimetrinə, kvadrat desimetrinə tələb olunur. Ona görə də biz kvadrat metri kvadrat desimetrə çevirməliyik. Biz bilirik 1 metr 10 desimetrdir, amma 1 kvadrat metr 100 kvadrat desimetr olacaq. Onda 2400 kvadrat desimetr bərabər olacaq. Bax, bu şəkildə biz otağın döşəməsinin sahəsini hesabladıq. Növbəti slaydda bizdən tələb olunur ki, sahə vahidini çevirək, sahə vahidlərini çevirmələrini aparaq. Bizdə əsas vahid bilirik ki, sahə vahidi kvadrat metrdir və biz buradakı vahidləri hamısını kvadrat metrə çevirməliyik. Biz bilirik ki, 1 kilometr 1000 metrdir, amma kvadrat kilometr 5000. 5000-i 2 dəfə öz-özünə vurulması, yəni 5 milyona bərabər olacaq. Çünki artıq burada kvadrat anlayışından istifadə olunub. Eyni ilə biz burada kvadrat desimetri də kvadrat metrə çevirməliyik. Biz bilirik ki, burada 1 metr 10 desimetrdir, amma 1 kvadrat metr 100 kvadrat desimetr olacaq. Yəni bu nə deməkdir? Yəni biz 500-ü artıq bölürük. 500-ü biz bölməliyik 10.000-ə. 100'ə bölməliyik. Çünki 1 metr 10'dursa 1 kvadrat metr 100 kvadrat desimetr idi. Bu da eləyəcək 5. Sonra yenə obrisi tapşırıqda da kvadrat santimetr kvadrat metrə çevirməliyik. Biz bilirik 1 metr 100 santimetrdir. Amma 1 kvadrat metr 10.000 kvadrat santimetr olacaq. Onda belə çıxır ki, biz 4000-i 10.000-ə bölməliyik. Həmçinin digər tapşırıqda millimetr kvadratını metrə çevirməyimiz tələb olunur, metrin kvadratına. Biz bilirik 1 metr 1000 millimetrdir, amma kvadratı olacaq milyon.
Onda belə çıxır ki, biz 2000-i milyona bölməliyik. Bunları da adi formada ixtisar edib cavablarını yaza bilərik. Yəni biz bu tapşırıqda sahə vahidləri və onlar arasında çevrilmələrlə tanış olduq və öyrəndik ki, bir vahiddən digər vahidə çevirərkən hansı ardıcıllıqla yerinə yetirilməlidir. Ümumiyyətlə biz bu dərsdə uzunluq, sahə, kütlə vahidləri ilə, zaman vahidləri ilə tanış olduq və bu vahidlər haqqında bir neçə tapşırığa baxdıq. Növbəti dərslərdə isə biz digər vahidlərlə tanış olacağıq. Bu dərsimiz bu qədər. Növbəti dərslərdə görüşənədək. Sağ olun.